Herkesi çok maraqlandıran bir sual var. Nə qədər müddətə ingilis dilini öyrənə bilərəm? Əslində bu sualın net bir cavabı yoxdur. Çünki bu şəxsdən şəxsə dəyişən bir şeydir və buna təsir edən müəyyən faktorlar var. Hansılar ki, məsələn, hansı müəllimlə öyrənirsiniz, hansı metodla öyrənirsiniz, istifadə etdiyiniz vəsaitlər nələrdir, ümumiyyətlə hazırlanmış proqram sizin hal-hazırki ingilis dil səviyyənizlə uyğundurmu? Bunlar hamısı mütləq şəkildə sizin öyrənmə prosesinizə, öyrənmə müddətinizə təsir edir və təbii ki, bu sadəcə müəllimdən və hazırlanmış proqramdan, hazırlanmış metoddan da asılı deyil. Bu, siz öyrənmək istədiyiniz dilə nə qədər vaxt ayırırsınız, gün ərzində nə qədər çalışırsınız və bütün skillslər üzrə çalışırsınızmı? Bunlar hamısı dil öyrənmə prosesinə təsir edən faktorlardır və sizin nə qədər müddətə öyrənəcəyinizi müəyyən edir.